İrəli TV xəbərlərin növbəti buraxılışını təqdim edir. Oktyabr ayında İrəlidə baş verənləri nəzərinizə çatdırıram. 16-17 oktyabr tarixində Sumqayıt şəhər Gənclər İdman Baş İdarəsinin və İrəli Ümumi Respublika Gənclər Hərəkatının birgə təşkil etdiyi Müstəqillik günü ilə bağlı 4 növçülük üzrə Sumqayıt çempionatı keçirildi. 18 oktyabr tarixində Sumqayıt şəhərində Müstəqillik günü münasibətilə diskoteka təşkil olunmuşdu. Diskotekada Sumqayıt və Bakıdan olan İrəli üzvləri iştirak edirdilər. Oktyabrın 22-si və 23-ü tarixində vətənin gənclərə göstərdiyi qayğı və diqqət mövzusunda Sumqayıt şəhərində dəyirmi masa keçirildi. Oktyabrın 28-də isə İrəlinin mərkəzi qərargahında yeni üzvlər üçün komanda işinin təşkili və şəbəkələşmə mövzusunda təlim kursu keçirildi. Kursda 20-yə yaxın yeni üzv iştirak edirdi. Oktyabrın 28-də İrəli Ümumi Respublika Gənclər Hərəkatının mərkəzi qərargahında Təhsil və Maarifləndirmə Departamentinin təşəbbüsü ilə Azus şirkəti tərəfindən World and Travel proqramının təqdimat mərasimi keçirildi. Görüşdə 20-yə yaxın üzv iştirak edirdi. 29 oktyabr tarixindən etibarən İrəli Ümumi Respublika Gənclər Hərəkatında Öyrənək və Öyrədək layihəsi çərçivəsində İngilis və Alman dili kursları başladı. Və nəhayət 31 oktyabr tarixində İrəli Ümumi Respublika Gənclər Hərəkatında İran İslam Respublikasının vitse-prezidenti cənab Əli Əkbər ilə İrəli həmtəsisçiləri və fəal üzvləri arasında görüş keçirildi. Hələlik bu qədər. Növbəti xəbərlərimizi mütləq gözləyin.